Salam aleyküm əzizləyicilər. Bugün yenidən möhtəşəm bir reaksiya videosu ilə qarşınızdayım. Bu gün reaksiya bildirəcəyimiz mövzunun adı xort videoları olacaq. Yəni görək oradakı qaqaşlarımızın məharətləri nələrdir əzizləyicilər. Deməli, zəhmət olmasa video keçməzdən əvvəl kanalıma abunə olmağı unutmayın. Bəyənsəniz, bildirmələri açıq qoyun. 5000-ə son 1700 abunə qaldıqsa, aram irəliləyirik. Son zamanlarda biraz zəifçilik var. Zəhmət olmasa bu videoya dəstəkləməyi və paylaşmağı unutmayın. Keçid edək videomuza. Arvadlar pişirmişsən. Yani yemeği iyi gelmir. Diğer esnaf pişirmezsen. Ha, nə yaxşı hesablaşmadı. Kişi aç qarnı Şimdi hesabı. neyle baksana. Şey diye Akif, Oha. ben bugün yemeği pişirmedim. Oğlun çölden zakas verdi de ona göre. Bakar yan çölden sipariş vermiş ya. Ha, burada nə var ki? Burada nə olur ki çöl? Oha, evdə yemək pişməyib əsəbləşmədi, amma çöldən sifariş verdi əsəbləşdim. O şirin şeydi. Ay ata, narahat olma. İlk 3 sifarişe 5 manat indirim verir. İndirim? Ha, indirim. Bana yok ya. Ben edeyim seni indirim bana. İtin zorumu taşlam yerine. Məzələn. Bak şöyle. Oğlanlar niyə sevinər? Salam, niye haber eləmədin həyatım? İstədim sürpriz eləyəm sənə, xəbər eləmədən gəldim. Mənə Necəsən? baş verir. Hoş gəlibsən, davay geç səni. Xoş Oğlanlar. gəlibsən, daba keçəri nədir ki? Ha, ben ne diyeyim? Bu sevinməyin sən budur. Mən bir ildir Türkiyədəyim. Bu nə danışıqdır? Bu nə Məsələn, danışıqdır? Həyatım, oğlanlarda maks sevinç baxma. budur da. Yəni, nə maksimum nə qədər sevinim, o kişi də. Vallahi Demə heç, də. vallahi heç mən belə istəmirdim belə qarşılanan. Bir dənə çay içək, mən sabah. Olsun, olsun, mən bir il ona görə şey eləmişəm. Nəsə gələndə sən Qalatasarayın formasını almışam, orijinal oradan. Bir də Oriental oyla qalan. Güvercin, yaladaki çapkın. İşçiye bakma. Fuat, tez gel. Dəli olasın. Belə piçmasın, o formanın yeni twerk oynasaydı videoya yaraşardı. Galatasaray aşkı bu deyil. Aylaç, söhbətlər heç vaxt mənə maraqlı olmuyor. Amma bilmək istəyirəm ki, sən harda işləyirsən? Mən təzə düzəlmişəm işə. Hə? Yəqin ki, az maaş alırsan, hə? Yox, bizdə pis şirkət deyil. 4000-dən başlayır maaşlar. Hətta. 4000-dən başlayır, amma söz veriblər ki, karyer artımı olacaq da 10.000-ə kimi artım olmalıdır bizdə. Paraleldəki mən öz xırda biznesim var, onu çalışıram inkişaf elətdirim. Düzdür, işlə biraz çətindir, amma yenə də oradan pasiv gəlirim var. Məncə ümumiyyətlə insan təkcə öz işindən asılı olmalıdır. Çünki bu dəqiqə elə bir dövrdür ki, tez-tez Qarsan qız olsan, 1000 ildə qalsam sən ərə. Sən həqiqətən də qız olsan. Dünyada tək qız olsan, 100 ildə qalsa yaxın durmaram da o dərəcə. Qızı istəməyə tək gəlmisən. Təşəkkür edirəm müəllim, minnətdaram. Çox sağ ol. Həri. Oğlum de görüm nə Çıxart işləmək. xəncəri. Müəllim, belə nasıl? təkəbbürlü çıxmasın. Mənim kiçik biznesim var. Kiçik dedikdə villalarım var. Mən onları gündəlik kirayə verirəm. Yəni mən sizin qızınızı şahzadələr kimi yaşadacağıma söz verirəm. Hə, bir də Yoxsa yavaş ol, biraz yavaş. Çox sağ ol, minnətdaram. Bəs oğlum, belə kişiyana deyirəm ki, bu dediklərini sübut eləyə bilərsən mənə? Eləyərəm. Bu su. Bu da but. Sen ne terbiyesiz adamsan. Özüme niye tüpürsen? Vallahi Asaka uşaqdan qalan travma deyirsən, bunu nasıl deyim? Ana travma dur bas paraya burada. Vallahi uşaqdan yaddan çıxaramamışam. Bu səhədənin gecidi ki. Ay sen ne mənəviyyətsiz adamsan. Ben sen kişi bildim be. Vallahi uşaqdan qalan. Kızgırtsana ha burada. Vallahi uşaqdan. Ben kızımı isteyene bak ha. Bıyıktan ben bakarsana ha. Asaka mən uşaq. Anne şaklığına dur bas paraya burada. Uşaq vaxtı belə. Davellər orada. Məzən, oy. Ay qoy, ay çıx çölə, nətər adam. Akşı öldürsene birbirini. Ay kız bizim nəyimizə lazımdır? Bağla pəncərəni görür. Hə, nəyimizə lazım. Hə. Bacı boş-boş şeylər baş qoşulur, mən çay süz, boğazımız quruyur. Oyna da. Akış soxdu, bıçaq soxdu. Akış siz alın, düşüb eləməyin ha. Daşı qoya-qoya necə də baxırdı. Sən.
Əzizim, mən çatmında belə momentlər gedir yığılışırlar qıraqlarına, ya davulsun, ya nəsə bir insan yıxılsın. O insanın havasını kəsirsə, mən inanın bir dəfə də maraqlanmamışam. Yəni ki, ətrafında insan olanda onsuz da yəni kimsə kömək edir də. Yəni xüsusilə gedim qıraqdan belə baxım, ay görəsən bu nə məsələdir? Ay görəsən burnum tərəfi nətər qırılıb? Bunun burasından qan nətər gəlir? Heç vaxt marağımda olmayıb da. Əgər məsələn üçün yanında heç kim olmasa, tək mən olsam, həmişə həmin adamın yəni dadına qaçmışam da. Ancaq ki 100 nəfər ətrafını yoluşandan sonra mən öz vaxtım lazım bilməmişəm. Gedim o insanın hava məkanını bağlayım. Yəni bu düzgün deyil. Əgər heç bir xeyrin dəyməyəcəksə, düz get. Yox, tamaşa edəcəm. Varlı tata vurdurmaq istəyəndə. Çıxar, mən şəhərə çıxıram, əlimin üstünə tata O, vurdum. məzəmə, Ağır babı bir çıxar. qərar da Tatu bilirsən də yəqin ki. Bilirəm ata, bilirəm. Köpək İşin olun sənətkarını Avropası. tapa. Tapıbsan? Tapmışam, çox qəşəng bir şeydir. Ay, Nə vay, tatusu vay. seçibsən? Ağlımda var da, görərsən də ödürəm. Mənə də görsə daha mütləq. Başla, başla. Oldu. Davay gözləyirəm. Bir ana süyə bir Azərbaycanda tata var. Ata, Ha. deyirəm, əlimin üstünə tata vurdurmaq istəyirəm. Pak istersen türev çık Oho. Ata, səndə də var. Duremşik. Tamam ana ata var burada 1900. Ana atanı vurdum alamasın rahmet. Şey türev şık. Ay, götürmüş kollamı ata. Eynən mənim də başıma gəlibdi. Anaların sonunda işlərinin yadına düşməsi. Mama. Ben çıkıram. Bir iki saate qayıdacağam. Bir Oha. dəfəlik gedirəm. Bir dəfəlik gedirəm. Bir dəfəlik Suriya gedir qaqa. Bir dəfəlik gedirəm. Bombalamağa. Ay mama indi yadıma düşdü başıma dönüm. Tələsirəm ya. Ha bəsdir pərdələri sən Allah çıxart onları yumalayamamısın. Tez-tez çıxart. Çıxmaz. Ha tez-tez çıxart Bizim evdə 2 dənə bak var. Anam nətər məni yuduz tutdurursa olar. Yəni 2 gün əlim qolum ağrıdı konkret. pərdələri. İlkin tez ol. Kirli paltarların nəyin var seçməli. İndi yadıma düşdü. Kirli paltarlarını necə ver? Paltar yön maşını yığıram. Paltar yön maşını açmışam tez ol. Aha. Ay mama o nədir qadam ama. Ama zibilləri hamısını apartırlar. Bu düzür olar ha. Evde altında. Hala bu zibillərin hamısı apartırlar. Aşağıda da Rübabə xala var. Onda da zibillər var yəqin ki. Oğlu yoxdur evdə. Zibillər Ay ondan. mama ben mıktıbı da Hayda. işləyirəm. Binanın zibil Mıktıbı. yığarıyam. Ama zibillər o. Melahat xala mən tükana Uşaqkən kimə sənə salın. En sevdiğim sinema marojna aldı. Amma rojna çipsi Yok ha. yok yok balam yok. Uşaqlar. Pok yiyip lazım diyor marojna. Ay mama alırdan nə istəyirsən sən? Nə qaçın? Oho. Ay mama alırdan nə sən cibindən çıxmır ki pul. Nə olubdu? Yok deyirəm lazım deyil. İstəmə canım. Sen senden istem. Ha. İstəmə. Can yetim Mən can. istəyirəm. Chips istəyirəm mən. Uşaqlığımız travma ilə keçib. Ay mama yaxşı. Ay sağ bəyəxdən demirəm ki kavaval qohumlar da gəlir 5 dəqiqəyə. Ata, Qaqay qohumlar. Ay nə narahat olma. Gəlib nə yeyəcəklər maman da yoxdur evdə. Ata, deyirəm, narahat olma. Bu rahatçılığına bax ya. Nə yemək verəsən ha qohumlar? Ata, Utanmısan ha rayondan gələn qohumlar gedib deməzlərmi ha? Akif bizə pizza yedir. Oy oy oy. Ay Yusuf sen oradan bildin ha ben mühendis sesleyir. Mən özüm də hər gün yeyirəm lan ha. Dedim 100% bəyənəsən sən də. Malades Yusuf malades. Şimdi takas ver bana bunu. Ay mən mən özüm sifariş vermişəm. Mən yeyəcəm ha. Dəhşət değil dəhşətdir. Dayıcan, mən eşitdiyimə görə sənin qızı istəyənlərə pul təklif edirsən. Amma sənin nəzərinə çatdırım ki, mənim sevgim pulla üstündür. Mərcanəm mən. Aha. Halal olsun sağ. Elə qızımı sağ verirəm mən. Nəsər mənə versən, yoxsa zarafat elədim, mən pul vermişəm. Yox. Mən vaxtilə pul Oyda. təklif elədiklərimi eləmişəm, amma sən eləməyəcəm. Çünki elə qızımı sağ vermək istəyirəm. Mən sənin kimi oğul tapıb axtarırdım. Deyəsən qızın 30 Mən yaşı qızımda oldu keçib. dayı, mən istəmirəm sənin o qızı. Lazım deyil mən. Prosta bilirdim tema var, ona görə mən birildi fırlanıram ondan. Pul ver demə. Sən necə qırmızı adamdır, elə sözü üzə deyəndir. Halal olsun. Lan mən narkomanam dayı. Vay, nə gözəl. Mən də elə istəyirdim ki, qızımın yoldaşı narkoman olsun. Ay bu nə fantaziyadır? İstəmirəm mən. Birildi taban oxşayan qızınla fırlanıram mən. Ay sağ ol. Mən deyildim arvadı o. Qız taban oxşuyur. Ay dayı, mən başım xarab deyil, mən gizam. Allah. Arvadını döyməyən dizini döyər. Halal olsun sağ ol. Ay, belə atalar sözü olar. Dayı, dayı, mənim oğlanlara marağım var. Vay, Oha. nə gözəl. Bizim qızımız da elə oğlandı da. Nə?
What the hell? Bəy, xoş gəlmisiniz. Balaca İndiki balamızın haftada. saç kəsimi necə olacaq? İstəyərdim ki, balaca balamızın özü desin. Hə oğlum? Necə qırxsın səsi mənim? Ata, mən internetdə birini görmüşəm, onu görsədim elə 40 saz olar. Olar, olar. Hə. Olar, necə istəyirsən rahatsan. Ürəyin necə istəyir elə denən əmiyə sənin saç kəsimini eləsin. Mən də burada çay içirəm. Bir şey lazım olsa deyərsən. Sağ ol ata. Zəhmət olmasa mənə Mr. Beast-i qoşa bilərsiniz, mən baxa-baxa qırxım. Baş üstə bu dəqiqə qoşacağıq. Sağ ol. Kameraman yok ana. Sağlam oğlum. Oha. Ben açtım, başkan dönüm. Bunun saçını 40'ta yerim. Hemen gözü üstü. Ana. Haydi ben uzun saç istəyirəm. Ağlama. Bir tek orada xarab maşınka var ha. Barterliyərəm o senden. Oy burada sıfırlarım seni. Ayda. Onu kır. Ha bir de gıdıyor. Lezvan var burada. Ana yox. Hep söz gel. Hayda. Elə ben lezvan alamaz oğlan. Ata ne olur. İyi gelir bundan lezvan alamaz. Ne olur ata. Ne olur ata. Abi sağ ol. Sağ ol oğlum. Sağ ol. Oğlum sağ ol. Tamam. Hadi. Gitti. Kartoşka yok şöyle bir. Əzizdə, ümidvaram ki, mənimlə bir yerdə güldünüz və əğləndiniz. Belə videonun davamını gəlməyini istəyirsinizsə, zəhmət olmasa kanalıma abunə olun, bildirimləri açıq qoymağı unutmayın. Hələlik gələn görüşənədir.